Salam aleyküm, hər vaxtınız xeyir gözəl insanlar. Bax buradakı da, burada olanlar hamısı avatar üzümlərdir. Görürsünüz, tinglər hamısı iri xırdalıdır, gövdə yoğun, gövdə nəzik. Yəni bu belə bir fərqli bir şey deyil. Əsas o ki, bunun kökləri yerindədir, kökləri sağlamdır, hazır qablardadır. Yəni kimsə deyir, indi əkmək olar, sabah əkmək olar, bir suyla. İstənilən vaxtda əkmək olar, əkim vaxtı fərq eləmir. Bizdə hamısı, bu gördüyünüz kimi, nə qədər ağaclar var, istər Türkiyədən gələn ağaclar olsun, görürsünüz burada, istər Türkiyədən gələn ağaclar olsun, istər belə gələn ağaclar olsun, hər birisi, hamısı qablara əkilir vəziyyətdədir. İlin 12 ayda istənilən bir vaxt götürüb yerə köçürmə eləyə bilərsiniz. Bəzi ağaclar bu görürsünüz, hamısı, nə görürsünüz burada, hamısı qablardadır. Bax burada əncir ağaclar gəlmişdir keçən yanvar ayında. Bax burada nə formalaşıb, nə əmələ gəlirsə odur, görürsünüz, hamısı qablardadır. Yəni mən dəfələrlə də çıxardıb, burada neçə dəfə ilə göstərmişəm canlı şəkildə, göz qabağında. Bax burada da, bax bu dəqiqə göstərəcəm, görürsünüz. Kök sistemini görürsünüz nə gözəllikdədir. Yəni bu çıxardılma ağac deyil. Yəni mən qablara əkirəm, istənilən vaxtda istənilən məhsulu gəlirsiniz, ünvanda, hazır vəziyyətdə. Qabda alırsınız, aparırsınız, istənilən vaxtda əkirsiniz yerinizə. Yəni burada hamısı göz qabağında, tək burada deyil ağaçlar. Üstdə, yuxarı vəziyyətdə fərqli ağac növləri, yəni növlər çoxdur. İndən belə də gələn Türkiyədən məhsullar gələcək inşallah, salamatlı olsun. Yəni kim üçün maraqlı olsa, hamısı köçürülüb, normal münbit torpağı rahat şəkildə buyurub gəlib ünvana, rahat şəkildə əldə edib, istənilən bir hansı bölgəyə nə də əkilir, o haqda da məlumat veririk.